Xudayar Müslümoğlu Yusifzadə 1998-ci il iyulun 15-də anadan olub. 3 qardaş və bir bacının böyüdüyü Yusifzadələr ailəsində 4 uşağın son beşiyi olan Xudayar, Bərdə şəhərində Bülbül adına bir nömrəli uşaq incəsənət məktəbini qurtarıb. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi xidmətində hərbi xidmətini keçişdən sonra Xudayar Yusifzadə sərhəd qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb. Tovuz döyüşlərindən sonra könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edib. Füzuli azad edildikdən sonra orada yeni yaradılmış sərhəd keçid məntəqəsində xidmətə başlayıb. Kəlbəcər, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Kəlbəcər rayonu istiqamətində Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. Zəngilanın Ağbənd qəsəbəsinin azad olunmasında göstərdiyi qəhrəmanlıq tarixə yazılır. Düşmənin canlı qüvvəsini məhv edib. Aldığı ağır yaradan həlak olan qəhrəman hərbçimiz şəhidlik zirvəsinə yüksəlib. Döyüşlərdən 2 gün öncə böyük şairimiz Əlağa Vahidin sözlərinə yazılmış Vətən yaxşıdır mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünün video görüntüsünü çəkib və bütün Azərbaycana paylaşır. 15 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə şəhadətlik məqamından sonra Azərbaycan bayrağı ordeni və Vətən uğrunda medalı 25 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilir. 2020-ci ildə heykəltaraş Jalə Əliyeva tərəfindən büstə hazırlanıb. Salam əziz tamaşaçılar. Xalq qəzetinin internet televiziyası Xalq TV efirdədir. Bugündən başlayaraq 2020-ci ildə qazandığımız zəfərimizin şərəfinə Vətən müharibəsinin qəhrəmanları, milli qəhrəmanlarımız, qazilərimiz, şəhidlərimizin əzizləri, yaxınları ilə bağlı hazırladığımız layihəni davam etdiririk. Əlbəttə, bütün verilişlərimizin başlıca mövzusu, başlıca qəhrəmanı müqəddəs şəhidlərimizdir. Bugünkü müsahibim şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadədir. Şəhid Xudayarın səsi Vətən yaxşıdır mahnısı bugün bütün Azərbaycanda dillər əzbəridir. Məşhur şairimiz Əlağa Vahidin sözlərinə bəstələnmiş Vətən yaxşıdır mahnısını Azərbaycan xalqının dilində dastanlara çevirən şəhid Xudayar Yusifzadənin anası Radə xanım bugünkü verilişimizin qonağıdır. Radə xanım, studiyamıza xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm Kəmal xanım. Necəsiz, nə tərsiz? Çox sağ olun, Allah razı olsun. Təşəkkür edirəm. Gəlin Xudayardan danışaq. Onun uşaqlığını bir xatırlayaq. Xudayar 1998-ci ilin iyulun 15-də Surgut şəhərində dünyaya göz açıbdı. Biz 97-ci ildən Surgut'a köçmüşdük. Atası, rəhmətlik atası, bir də biz, 3 övladımız. Sonra orada 98-ci ildə Xudayar dünyaya gəldi. Xudayar anadan olandan 24 gün sonra atası ürək çatışmamazlığından, paralizlə bir yerdə oldu deyə ürək çatışmamazlığı dünyasını dəyişdi. Biz oradan Azərbaycana, vətənə döndük. Atanı da götürdük, cənazəsin, 4 uşaqla vətənə döndük. Yəni çox təşməkeşli bir həyatımız olub. Biz vətənə dönəndən sonra Bərdədə
Mənim atamla anamla bir yerdə qalası olduq. Mənim rəhmətli atam, mənim 4 övladımı məni öz başına yığaraq, onlar da Ağdamdan məcburi köçkün idilər. Şükür olsun, Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, dövlət başçımızı qorusun. İndi hal-hazırda atam rəhmətə gedib, amma anam Ağdamda yeni tikilən evlərdə yaşayır. Yəni doğma vətəninə qayıdıb. Bəli, doğma vətəninə qayıdıbdır. Biz ananın, atanın yanında uşaqlarla bir yerdə, orada Xudayarda mənim atam o qədər onu çox istəyirdi ki, demək olar ki, Xudayar öz atasının yoxluğunu hiss eləmədi. Baba onu elə böyütdü ki, həmişə deyirdi ki, mənim atam yaşayır. Çox Xudayar evin son beşiği idi, elə deyil mi? Bəli, Xudayar evin son beşiği idi. Çox sakit bir uşaq olub, sakit təbiətli bir uşaq olub. Yəni indi böyüyəndə hamı deyir Xudayar güləş, o balaca vaxtda o qədər mənalı, o qədər gözləri mənalı idi ki, hətta indi paylaşanda da deyirlər ki, tam əksidir, bu balaca vaxtda çox sakit bir uşaq olub. Böyüdükcə, amma içində şıltaqlıqları var idi. Balacaydı, ona mənim daim özü istədi ki, sənə quzu verim, dedi, yox, çəpiş istəyirəm. Bir çəpiş var idi, ona öz paltarını geyindirirdi. Çəpişə öyle öyrətmişdi ki, çəpiş nağara çalırdı balaca tabletka stollarda, taxtadan düzəlmiş stolda ayaqları ilə nağara çalırdı. Yəni çox şən bir xüsusiyyəti var idi. Getdiyi yerdə bir elə hava yaradardı ki, hamının üzü gülərdi. İstəməzdi kimsə kimlənsə küslü qalsın, kimsə kimlənsə inci olsun. Məktəbi Zərif Əliyev adına məktəbdə başlayıbdı 1-ci sinifə. Sonra bizim elə oldu ki, Atamgil Baharı qəsəbəsinə köçdü. Biz də Atamgillə gedəsi olduq. Çünki atanın yanında böyük qalırdıq. Ata ilə ananın yanında qalırdıq deyə. Baharı qəsəbəsində də oxuyubdu Xudayar. Yəni ibtidai sinifi orada da oxuyub. Sonra təzədən Bərdəyə qayıtdıq. Orada həm musiqi məktəbinə, həm 1 nömrəli musiqi məktəbində, həm də 1 nömrəli orta məktəbdə, təhsil məktəbində təhsil alıbdı. Yəni uşaqlıqdan Xudayarın musiqiyə həvəsi olub. Bəli. Bu hətta Ağcabəddə ilk dəfə keçirilən muğam müsabiqəsində 1-ci yerə çıxmışdı. Yəni onu təltif eləyəndə icra hakimiyyətinə çağırıb, nənəsi getmişdi, anam getmişdi ondan. Yəni təltif eləmişdilər, tərifnaməsi vardı oradan. Deməli, siz bilirdiniz ki, onun səsi vardı, gözəl avazı var. Xudayar ailəsinin ata tərəfindən babası, atası, əmləri, hamısı musiqiçidir. Sovet dövründə ailə ansamblı olublar Bərdə mədəniyyətində. Yəni Qurbanovlar ailəsi kimi ailə ansamblı onlara məxsus olubdur. Xudayar babasının familiyasını daşıyır, eləmi? Babası Yusif kişinin adını özlərinə familiya götürübdülər, bəli. 4 bacı qardaş, 1 bacı, 3 qardaş. Nəsildə onlar babanın adı ilə familiya götürübdülər. Atasının atasını? Bəli. Ata babasını? Ata babasının. Bəli. Mən atasının familiyası ilə gedirəm Qurbanovayam, amma onlar Yusufzadədirlər. Babası Yusif kişidir. Vaxtının klarnet ifaçısı olubdur. Qarazurnada, Balabanda. Yəni çox el şənliklərini aparıbdır, çox tədbirlərdə iştirak eləyibdir. Atası da Azərbaycanın tanınmış musiqiçilərindən el şənliklərində olub, özü tanınmış çox savadlı bir musiqiçidir. Amma Xudayar böyüdükcə özü Dövlət Təhlükəsizlik Xidmətinə, əsgər xidməti orada keçirdəndən sonra orada qalıb xidmətini orada davam etdirmək istəyirdi. Əsgəri xidmətdən gələndən sonra yanvarın 1-i gəldi, 12-si o işlədi, yəni işə girdi. Nə qədər mən dedim, qalasan, biraz istirahət eləyəsən, dedi ki, yox, adam qalanda sonra işləmək həvəsində olmur. Belə yaxşıdır. Bakıda mühafizə xidmətində olubdu. 4 ay işlədi, 4 aydan sonra bir dostu onu təkid eləyibdi ki, ya Dövlət Sərhəd Xidməti ilə Dövlət Təhlükəsizlik Xidmətinin qurumu əvvəllər bir olubdu. Ondan sonra Xudayar Dövlət Sərhəd Xidmətinin gizlilik kursuna yazıldı. İmtahan verdi, imtahanlardan keçdi. Oranı qutarandan sonra onu işlə Astaraya göndərdilər. Yəni, Astarada da işləyirdi. Müharibə başlayana kimi də orada olubdu. Məşhur, məlum toz hadisələrində
cənab generalımız, başımızın tacı Polad Həşimovumuz şəhid olanda o zəng eləmişdi. Dedi ki, ana, bugün generalımız şəhid olub. Mən onu sakitləşdirməkdən ötəri şəhidlikdən danışdım ki, şəhidlik cəzirbədir, hər generala məxsus deyil, səngərdə şəhid ola. Bir kəlmə dedi ki, bilirsən ana, əsgərin generalını şəhid eləmək, öldürmək, elə bil evimizin içində atamızı öldürüblər. Yəni, bu qisas inanmıram ki, qiyamata qala. Mən bunu sakitləşdirdim, bu mənə heç bir söz demədi. Bunlar... Amma telefonda ağlayırdı. Amma telefonda bəli, çox pis olmuşdu. Həmən günüsü də 14-cü günü məndən danışdı, 15-ci günü onun ad günü idi. Mən bunu tabi pis olduğuna görə ad günü ilə də təbrik eləyənmədim ki, dedi ki, bu ad günümüzdə belə oldu. Yəni, çox ağır bir hisslər yaşamışlar generalımızın şəhid olmağı ilə. Həmən gecəni Xudayar, 14-cü gecəni Xudayar könüllü yazılır. Yəni, bunu sonradan öz generalları, komandirləri, sərhəd xidmətində olan komandirləri dedi. 15-ci günü o öz ad gününü yəni təlimdə olub. Sıraya düzülüşü ilə təlimə gedibdilər. Mən bunların heç birisindən xəbərim olmuyor. Mən elə dedim, siz haradasınız, dedi, biz təlimə gəlmişik, narahat olma, bizim vəzifə borcumuzdur, 1 ay, 2 ay təlimdə olmalıyıq, bəlkə də 6 ay. Sonra müharibə başlayan günüsü zəng elədim. Hətta görüntülü elə bir o zəngin şəkillərində özü çəkmişdi öz telefonunda. Dedim, bəs siz haradasınız? Deyək ki, ana biz sərhəd qoşunlarıyıq. Mən dedim, müharibə başlayıb, çox narahatam. Dedi ki, narahat olma, biz olmalıydı da. O elə adi dedi ki, müharibənin olmalı. Yəni, onlar bunu gözləyirmişlər. Bu olmalıymış. Dedi ki, mən sərhəd qoşunlarıyam, ana səndən xahiş edirəm, sən qarşıda gedən uşaqlar üçün dua eləyəsən. İnanın ki, biz ayın 8-ci gününə qədər, oktyabrın 8-nə qədər Xudayarın döyüşdə olduğunu bilməmişik. 8-ci günü tam təsadüfdən ferma var, sərhəd qoşunlarının yerləşdiyi istiqamət tərəfdə Yevlax zonasında. Qardaş oradan əmsinin yanından gələndə görür ki, kolon gedir. Bilibdir ki, sərhəd qoşunlarıdır da. Uşaqlara deyib, baxıb ki, Xudayarın döyüş gizir yoldaşlarından orada var. Kolonundan xahiş eləyibdir, Xudayarla görüşüblər. Onda şəkili gətirdi, həm də həmən günü bizim şəhid devranımız şəhid olmuşdu, onun dəfin günü idi. Bərdi atmışdılar, çox çətinliklər çəkmişdi həmən gün uşaq. Mən də qayıtmışdım, Bərdədə idim. Yəni, atıldığına görə Bərdədən ayrılmaq istəmirdim. Bəli, düşmən Bərdəni də raket atəşinə tutmuşdu. Bəli, çox çətin günlər oldu Bərdənin, Tərtərin, Gəncənin. Demək olar ki, sərhəd rayonlarımızın, Füzulinin çox çətin günləri oldu həmən vaxtlarda. Orada görüşüb, şəkili gətirdi, göstərdi, dedi, ana, həmişə səndən gizlətmişik, amma o dəfə biləsən ki, Xudayar da bu döyüşün içindədir. Yəni, ondan sonra mən ona utandığımdan dəmirdim ki, məni allatmışsan. Çünki bizim uşaqlarımız, övladlarımız atasız böyüsə də nə olur olsun yalan danışmazdı. Bilsə ki, orada ölüm var, yenə düzün deyirdim. Amma belə məsləhət bildiyinə görə mən də o deyəndə ki, ana, biz sərhəddəyik, sən narahat olma, demirdim ki, məni allatsan, bilirəm siz haradasınız, ta onu demirdim. Düz eləmişsiniz. Çünki o döyüşə gedən bütün igidlər Azərbaycan balaları. Bəli. O həmişə özü danışanda deyirdi ki, bütün uşaqlardan ötəri dua elə. Qarşıda olan bütün uşaqlardan ötəri dua elə. Ayın 15-də dayısı danışıb, deyibdi ki, biz Füzuliyə düşürük, 4 saat vaxtımız olacaq. Yəni, əynimizi dəyişib təzəndən pozisiyaya qayıtmaqdan ötəri. Mən qardaşının övladı olmuşdu, ondan da qabaq adını özü Uğur qoymuşdu. Bizdən soruşdu ki, adını nə qoyasınız? Biz də dedik, təkid elədik ki, sən nə desən o da olacaq. O da dedi, uğur olsun, həm bizə, həm də dövlətimizə uğurlu bir övlad böyüsün. Mən Bakıdaydım. Mən çatdıra bilmədim, amma mamam, anam, qardaşım, öz qardaşı, Xudayarın böyük qardaşı Yusif getmişdilər. Füzuliyə gedib görüşmüşdülər. Orada maşınla görüşüb, indi də anam danışanda deyir, mən
elə gəldi ki, üstümə. Mən hiss eləmədim ki, onlar döyüşdədilər. Yəni, anam da çox ürəkli qadındır. Yəni, deyir, onları ruhlandırdım ki, dedim, nə atdılar, deyir, qəfildən. Deyir ki, nənə, qorxmursan? Deyir, dedim, niyə qorxuram? Mənim burada bu boyda nəvələrim var, oğlanlarımız var. Siz buradasınızsa biz heç nədən qorxmuruq. O, anamla görüşəndə maşını saxladıq, deyib, nənə düş. Nənəni düşürdük, təzədən nənə ilə görüşük, deyib ki, halallaşaq. Mamam pis olub, çox zarafatçılı idi. Orada da tez zarafat edib ki, demirəm, maniyəsi olar. Deyirəm, birdən gələrəm, həyatda sən yaxşısan, səni görmərəm, nənə pis olaram. Tez orada mamamın könlünü elə alıbdır ki, yəni mamam hiss eləməsin ki, bu vidalaşır. Sonradan o bizə çatdı ki, bu özü bilirdi axı, döyüşün içində olur. Bəli, bir də ki, müharibədir, müharibə ölümsüz, itimsiz mümkün deyil. Bəli, o hissələrini heç vaxt göstərmirdi, heç vaxt bildirmirdi. Yəni, o hisslərini bildirmirdi. O hisslərini bildirmirdi, bəli. Amma nənəni düşürdük, maşından nənəsi ilə halallaşmışdı. Yəni, bütün şəhidlərimizin ruhu şad olsun. Biz baxanda belə baxırıq ki, bu oğlanlar hamısı bir-birlərini oxşuyurlar. Xasiyyət cəmi, gözəllik cəmi, boy buxuncamı, adici ağız dadları. Baxırsan ki, elə bil Allah bunları seçmişdi. Yəni, seçilmişlərdi hamısı. Bəli, düz buyurursunuz. Çox gözəl dediniz ki, hamısı seçilmişlərdi. Bəli. Həmin gün onun şəhadət məqamına qovuşmağını həmin gün eşitdiniz, yoxsa necə oldu? Xəbəri sizə necə verdilər? Ayın 20-sindən 18-ci günü Xudayar nənə ilə danışdı. Səhər sübh tezdən yedi. Birinci mamamdan soruşdu, söz oldu ki, yanında heç kəs yoxdur ki. Nənə də dedi ki, yox. Dedi ki, nənə, mən dağa qalxıram, mənim zaryatkam olmasa narahat olma. Biz yenəndə mütləq səni yığacaq. Bu o gün idi ki, onlar həmən o Füzulidən ermənilərin Cəbrayıl istiqamətində gizlin ermənilərin arxasına sızmışdılar. Sərhəd qoşunlarının çevik dəstəsi ilə birlikdə, yəni Xudayar özü də çevikdə idi. Bax, həmən mahnında 12 kilometr düşmənin arxasında oxuyubdu. Öz döyüş yoldaşları ilə bir yerdə. Onlar orada dincələndə o mahnını oxuyur. Ondan 3 gün sonra Xudayar Zəngilanda şəhid olur. Ayın 20-si günü çox darxırdım, çox tıncıxırdım, zəng gəlmirdi, nə qədər zəng gelirdi, zəng çatmırdı. 21-ci günü dayanamadım, qardaşımı dayanmadan yığdım. 21-i? 21-ci günü. Nəsə ürəyiniz hiss eləyirdi, yoxsa bəli, çox danışmırdınız deyə narahat idiniz? Yox, danışmırdı, həm də məlumat verirdilər cəbhə bölgəsindən. Biz bilirdik ki, mən bilirdim ki, bu döyüşdədir. Çox, yəni, şəhid olan hər bir övlad bizim övladımız idi. Biz biri üçün yox, hamısı üçün dua edirdik. Yəni, orada bilmək olmazdı kim bu güllədən qurtular, kimin qisməti, nəsibi nə olar. Onun üçün də hər dəqiqə nəysə narahatçılığımız var idi. 21 günü qardaşım nə qədər yığdı, dayısı. Dedi ki, zəng çatmır. Həmən görüşdə 15 günü mamam nənə ki onunla gedib görüşməyə, orada nömrə götürüblər. O nömrə ilə əlaqə saxlayıblar, deyib, mən sizə deyərəm. 22-si günü oldu. 22-si günü axşam saat hardasa 9 olardı. Gördüm, mən dayanmıram, qardaşımı yığıram, deyik ki, narahat olma. Demişəm, bu dəqiqə mənə bir xəbər çatdıracaqlar. Mən yığdım, gördüm ki, neysə bunun səsində narahatçılıq var. Anda verdim ki, nə olursa mənə düzündür. Deyik ki, sən çox möhkəmsən, bacı. Xudayar ağır yaralanıbdır, onun dalınca getməliyik. Anda verdim ki, düzündə, dedi ki, düzü budur, ağır yaralanıb. Gəlik səni götürək. Dedim, yox, mən də gedirəm Bərdiyə.
Biz heç onda bilməmişik ki, 21 günündən Xudayar şəhid olur. 21 günü axşam tərəfindən şəhid olur. 20-si günü Zəngilanı alıblar, azad eləyiblər. 21 günü mənfur düşmən qeyri-bərabər qüvvə ilə hücum eləyib. Amma orada olan oğlanlar, həmən günü şəhid olan oğlanlar, döyüşdə olan oğlanlar Zəngilanın bir qarış torpağını düşmənə təslim eləməyib. Siz dediniz, mən Ağbənd təqdim eləyəndə dediniz, Ağbənd qəsəbəsinin orada... Pircivan deyilir ora. Ora yaşayış məntəqəsi. Bəli, Zəngilan elə demək olar ki, tam içidir. Şəhərin özüdür. Yaşayış qəsəbəsidir. Xudayar, Məhəmmədəli ikisi də həmən yerdə şəhid olublar. Məhəmmədəli də onun döyüş yoldaşı. Bəli, Məhəmmədəli də döyüş yoldaşıdır. Hətta orada torpaqlarımız alınandan sonra, qələbəmizdən sonra ora səfər etmişsiniz. Bəli, mən demək olar ki, tez-tez ora səfər edirəm. Orada şəhid olan Yusifli Azər, Aşur Cəmiyev, Sultan İbrahimov, Amil balamız, Mirağamız, Elnurumuz, Məhəmmədəli, Xudayar. Ondan başqa o təpələrin hamısında demək olar ki, onların qanları tökülübdür. Dumanlı dağları başımda durmadan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, insan üçün lalə zar vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Şair sorma nədən vətən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Ora sizin sanki ikinci vətəninizdir. Bəli, mənim üçün çox əzizdir, çox doğmadır. Hətta elə bil ki, ora adamı çağırır. Elə bir ora gedəndə Xudayarın ruhu ilə qarşılaşırsınız, mənə elə gəlir. Oğlanların son nəfəsinin, son damla qanının töküldüyü torpaqdır ora. Ora mənim üçün çox əzizdir. Çox müqəddəsdir. Ümumiyyətlə, Qarabağ torpaqları, nəinki Zəngilan, bütün şəhidlərimizin canı ilə, qanı ilə alınmış torpaqların hər birisi bizim üçün çox əzizdir, çox dəyərlidir. Hətta orada bir başqa şey görəndə onda inciyirik. Yəni, bizdən xalqımız inciməsin. Çünki ora qanla yoğrulub o torpaqlar. Nədən inciyirsiniz? Qoy elə sizi dinləyib eşitsinlər, bilsinlər. Sizin qəlbinizi ağrıdan nə olur? Məsələn, birdən görürsünüz ki, çəkilişə gedirlər, kimsə ata-baba yurduna gedir, ya orada oranı istər-istəməz neysə bir konfet kağızı belə, bir kağız belə, bir siqaret kötüyü belə atılanda o bizə xətrimizə dəyər. Biz istəyirik ki, inanın ki, biz oranı düşüb özümüz bir-bir təmizləyirik, bir-bir yığırıq. Çünki biz oranı müqəddəs bilirik. Bəli, oranın hər qarşında bizim şəhidlərimizin qanı var, canı var. Elələri görsəniz ki, məsəl üçün Kəmal xanım gedəndə birinci şəhidlərimizin, cənab prezidentimizə dua eləyirlər, şəhidlərimizin ruhuna dualar oxuyurlar. Adam onda sevinir ki, nə yaxşı belə qədir bilən xalqımız var, millətimiz var. Amma birdən də görürsünüz ki, eləsi olur ki, məsəl üçün ata-baba yurduna gedir, ancaq öz atasından, babasından danışır, ya o ocaqdan, o pirdən danışır. Amma o ocağı, o piri, o ata-baba yurdumuzu, mənim şəxsən öz ata-baba yurdumu bu gedən şəhid oğlanlarımız qaytarıbdır. Bəli, biz birinci növbədə bəli, onların adını çəkməliyik, onlara dualar oxumalıyıq, onların ruhunu şad etməliyik. Kəmal xanım, biz sağollaşırıq, sizə bir müraciətim var. Elə sizin kanalınızdan bir müraciət eləmək istəyirəm xalqımıza, millətimizə. Biz şəhid anaları hansı torpaqlarda, hansı oğullarımızın və neçə oğlumuzun şəhidi olduğunu artıq demək olar ki, əzbərdən bilirik. Mən istəyərdim ki, mən bəlkə də bunu bütün şəhid analarımızın ürəyindən keçən bir sözü deyim.
xalqımızmı, yüksək rütbədə əyləşən vəzifəli məmurlarımızmı, yəni o bölgəyə baxan insanlarımızmı? Məsəl üçün, Suqovuşanda 700 şəhidimiz şəhid olub, adlarını vurubdular mərmərdə. Qeyri yerlərdə də, qeyri torpaqlarımızda da şəhid olan oğlanlarımızın həmən torpağın öz şəhidlərindən başqa, həmən yerdə şəhid olan, 2020-də şəhid olan oğlanlarımız var. Yəni həmin torpaqları azad edən şəhidlərin xatirəsi əbədiləşməlidir. Bəli, həmən torpaqları azad edən, yəni həmən torpaqlarda qanından keçən, canından keçən oğlanların da əbədi bir xatirəsini əbədiləşdirirlər. Məsəl üçün, mən Zəngilan cəmaatını çox istəyirəm, amma üzr istəyirəm, onların xətrinə dəyməsin. Biz həmişə birinci onların şəhidlər xiyabanını ziyarət eləmişik. Hətta o şəhidlər xiyabanında təkcə şəkillər qoyulmuşdu, yerləri bilinməyən məzarları ziyarət eləmişdik, şəhidlərimizi ziyarət eləmişdik. İndi şükür Allaha, hamısının mərmərdən qoyulub, adları yazılıb, yəni böyük, gözəl bir şəhidlər xiyabanı düzəldibdir. Mən ona sevinirəm, amma o cəmaat eyni anda orada şəhid olan, Xudarla bərabər şəhid olan neçə oğlanlarımız şəhid olubdu o torpaq uğrunda. Yəni o şəhidlərə çatmaq üçün o oğullar da öz canlarını şəhid veriblər. Onların da bir, necə deyim, tabloda, şəkillərini, bir park salına, adlarına, adları qeyd oluna, şəkilləri qeyd oluna ki, yəni bu oğullar bu torpaqlarda şəhid olubdu. Yəni, tək Zəngilandan getmir söhbət. Qeyri-Alman torpaqlarımızın hamısında o şəhid olan oğlanlarımızdan gedir. İnşallah, yəqin ki, İnşallah. Sizin bu arzunuz, niyyətiniz tezliklə həyata keçər. İnşallah. Mən yəni, siz haqqı deyirsiniz. Təşəkkür edirəm dəvətiniz üçün, minnətdaram. Bizim borcumuzdur. Allah köməyinizdə dursun. Hər kəs bu borcunu belə siz dediyiniz kimi bilsə, yerinə yetirsə, hər şey çox gözəl olar. Əziz tamaşaçılar, bugünkü verilişimiz başa çatdı. Müsahibim 2020-ci il Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid gizirimiz, Dövlət Sərhəd Xidmətinin qəhrəman gizirlərindən biri Xudayar Yusufzadənin anası Radə Yusufzadə idi. Sağ olun, sağlıqla qalın.